Dünya mətbuatı artıq hamısı Əli Kərimli paylaşırlar, İlhamın götünü paylaşacaqlar. Washington Post, New York Times və digər dünya mətbuatı İlham Əliyevin Əli Kərimlini həbs etməsini repressiyanın bir hissəsi adlandırır. Və mən deyəni artıq mətbuat paylaşdı, bax hala. Sürməyə Ramiz Mehdiyevin məktubu deyilən bir qondarma bir şey qoyub, sonra da tapdılar. Hala baxın, siyirməyə Ramiz Mehdiyev məktubunu qoyub, sonra da güya tapdılar. Sözün açığı partlayış gözləyirəm. Nəsə partlayış olacaq. BBC-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim, partiya üzvləri Faiq Əmirli, Fariz Əlizadə, Salih Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov saxlanılıblar, yaxınları bildirir. Əli Kərimli və Məmməd İbrahimin evində axtarış aparıldığı bildirilib. AXCP-dən BBC-yə deyiblər. AXCP Əli Kərimlinin və digər partiya üzvlərinin saxlanması ilə bağlı yaydığı bəyanatında partiya liderinin həbsini sırf siyasi motivlə adlandırıb. Hazır ol, inqilaba hazır ol. Bu Avropa, Amerika bunu belə qoymayacaq. Britaniya. Tam da yetişib, ağlınızı verməyin, başqa ölkələrə verməyin. Nə bilim, o Türkiyəyə də verməyin. Biz inqilabçı ruhlu insanlarıq. İlham Əliyev, necə deyirlər, ölkəni əyri düz qayırdı. İlham Əliyev hər evə bəla gətirdi. Azərbaycan xalqı zəncir gəmir. Ya ölməliyik, ya öldürməliyik. Qutar get. Belə çox getməz, vəziyyət çox gərgindir. Rusları niyə tutdular ki? O nə idi? O da Ramiz Mehdiyevdən öpüşüb görüşürdü. Oğraşlar. Baxaq. Baxın dostlar, qapıya gəliblər. Baxın hücum edir. Qəhbələr gəlib, qəhbələr. Baxın neçə nəfərdir. Nəyə görə gəlmisiniz? Görürsünüz nə qədər qəhbələr gəlib. İt ki kürsəyə yığılır, it. Qancıq it. Bir dənə adamın üstünə 15-20 nəfər hücum çəkir. Bax, bunu vitse-prezident eləyən Putin idi. Özgə vaxtı Rus agenti axtarırlar. Baxın, ala, Mehriban Əliyevadan böyük, İlham Əliyevdən böyük Rus agenti varmı? Ağza baxın, ağza. Rus agenti axtarırsınız. Ala baxın, Rus agentinə